Salam, axşamınız xeyir olsun dəyərli şagirdlər. Xoş gördük hər birinizi. Sualımız belə ki, məxrəci 54 üzərində n olan düzgün sonlu onluq kəsirlərin sayı 31 olarsa, n-in qiymətini tapın. N nədir? N natural ədəddir. Biz bilirik ki, məxrəci 2-lərin hasilindən, həmçinin 5-lərin hasilindən və yaxud da 2 və 2 vurulsun 5-lərin hasilindən, 2 və 5-lərin hasilindən ibarət olan kəsirləri sonlu onluq kəsir şəklində göstərə bilirik. İndi bizə verib məxrəc nə verir? Məxrəci 54 üzərində n olan düzgün kəsirlərdən sonlu onluq kəsir şəklində neçəsini göstərmək olar. Yazıram bunu ya, yazıram 2 vurulsun 3 üzərində 3 üstündə n. Bu da bərabərdir 2 üstündə n vurulsun 3 üzərində 3n. Biz burada 2-dən başqa nə gördük? 2-dən başqa 3 gördük. Biz dedik ki, məxrəc nə olmaz? 2, 5 və yaxud da 2 və 5-lərin arasında. Üzərindən xətt çəkdik. Yerdə qaldı nə? Yerdə qaldı 2 üstündə n. Düzgün kəsir dediyinə görə 1 çıxırıq. Demək, məxrəci 54 üzərində n olan düzgün kəsirlərdən 2 üstündə n çıxaq bir dənəsini sonlu onluq kəsir şəklində göstərmək olar. Amma bizə sayın verib. Burada sayın 31 dənə verib. Deyir, məxrəci 54 üstündə n olan düzgün kəsirlərin sonlu onluq kəsirlərin sayı 31-dir. Yəni, o deməkdir ki, 2 üstündə n çıxılsın 1 nəyə bərabərdir? 31-ə bərabərdir. Buradan alıram nə? 2 üstündə n bərabərdir 32. 2 üstündə n bərabərdir 2 üzərində 5. Əsaslar bərabərsə, üstlər də bərabərdir. N nəyə bərabərdir? N 5-ə bərabər olacaq. İnanıram ki, hamıya aydın oldu. Cavab oldu nə? Cavab oldu C bəndi. Sağ olun, gecəniz xeyrə qalsın.